Nuray xanım, kursa başlayanda hardaydınız, indi yəni hardasınız? Həm bu həyat yolunda ola bilər, həm ümumiyyətlə kurs müddətində bu 4 ayda texniki şeyləri öyrənə bilərsiniz. Həyatınızda dəyişən çox şey ola bilər, işə girmək, digərləri və s. təcrübəsi kimi səhv eləmirəmsə başlamışdınız təzə vaxtlarda. Öz təcrübənizi bizlə paylaşsanız sevinərik və bizdən gələcəyə yadigar qalar. Kursa başladığım vaxt təqribən həyatım necə oldusa, həyatımın U dönüşü bir zaman oldu və mən əvvəlcə bir layihədə iştirak eləmişdim və həmin o ərəfələr çox belə layihələrdə iştirak edirdim. Onlarda bu arada e-ticarət saatı ilə bağlı Ecomnet idi belə. Bekar idiniz doğru. Hə, bəli, belə şeylərdə necə grant layihə idi bu arada. Orada da qalib olmuşduq. 10.000 manat layihə şeylər. Nə qədər çatdı sizə? 1000 manat çatdı mı? Yox, elə bir şey deyildi. Bu heç bir manat kimi bizə çatmadı. Kimə çatdı o pul? O pulu tələb edirik. O layihənin elə bir ki, o layihənin həyata keçirilməsi üçün o pul ancaq investisiya kimi istifadə olundu. Siz də anlatdılar ki, yəni filan kəsə verdik falan, siz də inandınız. Mən orada marketinq işləri falan görürdüm. Bu arada bunu da çatdırım ki, mənim üçün belə bir təcrübə oldu ki, Azərbaycanda IT sahəsində çox mükəmməl olan 8 dənə onun kimi insan vardı. Onlarla bir yerdə işləmək, bir yerdə fəaliyyət göstərmək şansım olmuşdu. Çox yaxşı bir təcrübə idi mənim üçün. Ondan sonra Benetbum layihəsi oldu, Azərsun Holding keçirdiyi marketinqlə əlaqəli idi bu da. Orada da qalib olmuşdu, ikinciyə çıxmışdı və ondan sonra belə oldu ki, həm orada Hələ kursumuza gəlməyib. O kim versin? Hələ grantlardan danışırıq. İtirdiyi 10.000-dən danışırıq. Bizim kursdan qabaq daha yaxşı iş verir. Həyatı daha yaxşıymış kursdan qabaq. Hə, buyurun. İnşallah nə vaxt gəlmişsiniz kursumuza? Deyirəm, mən gəlirəm. Gəlir, 20 yanvarda da. Bu dönüşünü oradan eləyib gəldi. Gəlib oradan o dönüş eləyib gəldi. Hə, mənim orada bir dənə bir şey deyim ki, efsot çatdırım ki, həm o dövrdə həm təcrübə, həm də ki iş imkanı vəd etmişlər bizə. Təcrübə qurtardıqdan Heç sonra gün vermədilər təbii ki. Anlaşmalı olaraq şey yapıram hal-hazırda. Və həmin o dövrdə təqribən Azərbaycanda başlamam, təcrübə müddətimi ilk başladığım həftə ilə və burada kursa da başladığım ilk həftə eyni üst-üstə düşmüşdü. Hə, deməli ağır günlər var elə olanda. Həm stres, həm iş, həm kurs. Amma çox möhtəşəm olmuşdu. Mən təcrübə müddətimin sonunda final layihə təqdim edirdim. Həm də o layihədə mənim marketinqlə bağlı rəqəmsal marketinqi bildiyim üçün mənim layihə rəhbərim dedi ki, mənə müdirim də doğrusu dedi ki, sən rəqəmsal marketinqlə bağlı bir təqdimatlar hazırla və mən rəqəmsal marketinqlə bağlı təqdimat hazırlamışdım. Həqiqətən belə bir şey deyim, ilk dəfə bunu təqdimatı müdirimə sadəcə sunurdum. Sonra gördüm ki, daha doğrusu direktorumuza sunurdum. Sonra gördüm ki, müdirim də gəldi masada əyləşdi. Sonra gördüm ki, bütün işçilər gəldi. Nə qədər qəşəng alınsa, holding rəhbərliyinə qədər göndərik. E-maildə CC hamını qoyub, çox qəşəng alır deyə. Çox maraqlı idi deyə hər kəsin marağını cəlb eləmişdi və orada sizə təbii ki, çox təşəkkürümü bildirirəm. O bildiyi o təcrübələri siz qazandırmışdınız mənə. Sizin əvvəl həqiqətən də nəsə bildiyimi zənn eləyirdim, amma sadəcə zənn eləyirmişəm. Çox elə yoldaşları vardı, qıraqdan gülən yoldaşlarımız da var. Çox şey bildiyiniz zənn eləyirdilər. Kadrın qırağında olsalar da məşhur akademiyalara getmişdilər deyə elə bilirdilər ki, bunlardan yoxdur. Əllərində DMI sertifikatları var idi deyə dağıdırdılar bunlar. Bəli. Belə bir şey deyim, həqiqətən adı lazımdır, baş hərfi Aytan xanım. Öğretisi olmayan şeydir. Soyadını deyim, o ki, filancası. Hə, bir də bir şey deyim ki, həqiqətən də insan çox şey bildiyi zaman çox özgüvənli olur və buna görə də artıq marketinqlə bağlı olan bir çox görüşlər falan da çox rahatlıqla iştirak edə bilirəm. Əvvəl iştirak edəndə biraz içimdə qorxu olurdu ki, məsələn, hardasa bir şeylər verər, mən bilmərəm, amma indi çox rahatlıqla yəni bunlarda iştirak edirəm və mənim üçün necə deyim, özgüvən yaranır və bundan sonra bir şey də deyim. Və bu özgüvən təkcə həyatımda, karyerada deyil, həqiqətən də şəxsi həyatıma da çox təsir elədiyini Allah xoşbəxtlik eləsin, evləndiniz? Yox, elə bir şey olmadı. Sadəcə olaraq bir yerdə olduğum zaman daha özgüvənli olduğumun fərqinə vardım və bu da təbii ki də, yəni özgüvən varsa hər yerdə sənə təsir göstərir. Həqiqətən insan yerişi belə dəyişilir. Yəni özgüvən sonunda insan biraz fərqli yeriyir, qorxa-qorxa çəkinə. Plus nə vardı, onu da qeyd edeyim Nuray xanım. Ümumiyyətlə bir də pozitiv enerji var yoldaşlar. Harasa gedəndə ora pozitiv enerji yayırsınızsa ki, Nuray xanım və digər demək olar ki, hamınız eləsiniz. Harasa pozitiv enerji yayırsınızsa, normal olaraq siz 1-0 qabaqda olursunuz ora gələnlərdən, o vakansiyaya gələnlərdən. Kimsə bir kef gəlibsə, kimsə siz sifətindən necə belə turşuyub siz sifətini gətiribsə, normal siz ondan 1-0 qabaqda olursunuz. Ona görə sizin ötürdüyünüz həmənki o müsbət enerji plus özgüvən, onsuz da işin 50%-ni həll edir oldu. Mən həqiqətən çox haqlısınız və mən bu müsahibədə ümumi
Yəni Gülərəm. 90%. Beləcə dişi atış edir. Belə gedir. Benim bütün 90% təsir eləmişdi bu müsahibəyə yəni. Gücü üstəsindən gəlmişdik yoxsa? Hə, okey, Hə, tamam. bir şey deyim. O siz keçən səfər demişdiniz, nəsə özünüzlə bağlı bir nümunə demişdiniz ki, mən heç inanmıram da. Nəsə bir şey demişdiniz, xatırlamıram. Da Evet. Elvin olduğunuz adınıza görə dediniz ki, Elvin olduğuma görə şeylədilər də. Necə deyim, mən üstünlük təşkil eləmişdim, yoxsa nəsə belə bir şey idi. Hə, yadıma düşdü. O sizdən əvvəl Elvin adlı bir tanış var imiş. O müsbət necə deyim, aura qatılmışdı deyə sizdə daha yaxşı nəsə belə bir şey idi. Tam olaraq proses nədir? Adınızı Tam olaraq proses nədir? İşə girmək idi, ya çıxmaq idi, o qədər daha çox ki. Mənim orada nəsə özümə keçən şey hissəsini deyim, mən sizə Okey, çox onu deyim, yadımda mən deyil. yadıma düşəcək. Hə, belə bir şey deyim. Mən bürclərə zaten heç vaxt inanmıram. Sadəcə olaraq mən Hə, bayaqdan ki. Mən güzel, hə. mən qız bürcüyəm. Qız bürcündə bir xüsusiyyət var, detalcı olur və hər şeyi detallarına qədər incələyir. Heç inanmıram. Mən kimsə inanmıram ki, etdi. Bütün dərinləməsini sahib. Bu arada bir şey də deyim. Mən son zamanda freelance işlər götürməyə başlamışam. Onu da inanmırdınız yoxsa? Nasıl inanmıram, amma Yox, onu götürmək səbəbim sırf bürcüm olub. Qarşıdakı tərəf xanım idi və bürcüyə çox inanırdı. süper. Və o dedi ki, özü başladı dedi ki, bəlkə buğa bürcüdə necə deyim, buğa bürcünə bilmirəm, inanırsınız, bürclərə. Hə, dedi ki, bürclərə Bizə inanırsınız işləyən yoxsa lazımdır. dedi ki, bürclərə inanırsınız yoxsa yox bilmirəm, amma buğa bürcü çox dəqiq Tez dediniz ki, olur. inanıram. Dəqiq olur. Mən də dedim ki, hə, mən də qız bürcüyəm. Qız bürcüdə çox detallı, Həs qız incəliyinə qədər hər şeyə fikir verir. İnanmam deyəsən sayıram. Hə, mən belə bir şeylər dedim, o da şeyləri bəyənmişdi və ondan sonra əməkdaşlıq eləməyə başlamışdı. Süper bir şeydi. Və O bunu burada. həqiqətən sizə demək istirdim. Bu günkü deyəcəkdim, amma podkasta şey oldu. Qismət Yəni, oldu. Nəsə qismət şey oldu. gəlir. Podkastda özəl olur, o efirlərdə deyirlər yalandan falan. Əvvəldən hamı bilir, amma o podkast. Amma bu həqiqətən bilmirik. Görək nə deyir. Hə, bu az öncə dediyim kimi yeni freelance işləri falan Hə, freelance işləri. Aa, super. Təbriklər, İşlər təbriklər. götürmüşəm, bəli. Xeyirli uğurlu olsun. İndi Çox sağ- çatıb mən. Yox, onu bildim, prosto deyirəm ya, indi görüm. Əvvəlcədən xəbərim yox idi, elə bildim ki, full ancaq pul. Xeyirli, əla. Çox İndi sağ- həm bilik tərəfdən, həm həyat tərəfdən belə başa düşdüm ki, hər şey yaxşıya doğru dəyişib digər yoldaşlardan fərqli olaraq. Qıraqdaşı yoldaşlardan fərqli olaraq yaxşıya doğru çox şey dəyişib, belə başa düşdüm. Bəli, çox Mənim sağ özümə də olun. yəni, mənim özümə də xoşdur həm sizin kimi insanları tanımaq, ümumiyyətlə yeni insan tanımaq. Ümumiyyətlə əvvəl həqiqətən biraz qəribə baxırdım. Müəllimlik falan eləməmişdim, ibtidai metodikanı bitirmişdim amma sonra fərdi təlim falan keçəndə bu qədər hiss eləmirdim. Çünki fərdi təlim keçəndə məsələn bir dostumuz var, özü də təlim verir, amma ona məsələn Google S təlimi verirəm, amma sənin adın eşyanda yoxdur. Elə o gedir Google S təlimi verir, hamı elə məsəl verir, onu tanıyır falan. Yəni belə bir müəllimlik kimi özü hiss edə bilmirsən fərdi təlimdə. Amma qrup təlimində olanda artıq insanlar hiss edir qəribə bir şey orada, yəni bir hiss yaranan ki, okey, insanlarla daha çox tanış ola bilirsən. Mən ümumiyyətlə birinci qayıb daha çox insanlarla tanış olmaqdır barədə. Bundan qabaq da yəni işim gücüm məsəl üçün LinkedIn-də yazırdım eləydim, o egonu sıfıra qoydum. Ego hər gün orada təbrik eləydim, bir şey eləydim, altı şeylə yarandı. Və ya birinci mən yazırdım. Gördüm ki, insan baxırdım ki, məndən daha çox yəni geri dönüş yazıb mənə falan. Hə, baxırdım ki, bu adama sadəcə birinci yəni gediş eləmək lazımmış və salam. Amma adamlar da var ki, okey, siz nə qədər yazsaz belə sizə geri dönüş eləmir, özün dağın təpəsinə qoyur. O da normaldır, amma onlara görə bu pisləri itirməyə dəyməz deyə. Onsuz insan yəni sevərim bilim, uşaq vaxtında da insanlarla danışım, tanış olum falan. Bunu da sonra baxdım ki, ən yaxşı yolu hər gün də müəllimlik imiş. Müəllimlik eləyəndə ya hər qrupda bu qədər adam ilə tanış olmaq, bunların ümumiyyətlə də danışmaq, eləmək yəni çox əla bir şey qatır insanların həyatına. Artıq da şeyə ehtiyac qalmır. Belə deyim, əvvəl gedirdik kimi nüanslı yoldaşlarla görüşək, təzə insanlarla görüşək falan filan. Artıq ciddi dedim, yəni kurslara başlayandan sonra düz onlara ehtiyac qalmırdı. Normal olaraq hər dəfə kursa gedəndə sevə-sevə gəlirsən kursa, çox idi. Gedirəm bu gün falan insanlarla danışacağam. Artıq o bəs eləyir. O cəhətdən yəni mənim də həyatıma çox şey qatıb, yəni siz tanımağınız. Bəli. Bizim əvvəl dərslərimiz 1-ci və 5-ci günləri idi. Həqiqətən 5-ci 2-5 idi daha doğrusu. 5-ci gün həftənin ən yoğun olduğu gün olurdu. Həm yorğunçuluq, həm də ki həftənin sonu, bəli. Və üstə gəldə işdən sonra çıxıb gəlib kursa gəlmək çox pis idi. Yeganə bəlkə də kursdur ki, mən bura gəldiyim zaman yəni dincəlmək üçün həqiqətən gəlirdim də. Yəni indi kursun bitəcəyi üçün çox həqiqətən pis oluram 5-ci gündən məni. Siz gələrsiniz, biz burada olmayacaq. Gəl aşağıdan var. Dairə sat baxılarsınız qapıyasa da. Müqəddəs olacaq kimi. Həqiqətən həm sizi necə həqiqətən çox pis. Yəni O çıxarış. Poz kadr. həqiqətən mən Bu çıxarış neşir. Bir dəqiqə gözlərinizi həqiqətən Hə, okey. sizin öz müsbət auranız, enerjiniz, yəni dərsi əyləncə ilə keçməyiniz belə, yəni həqiqətən Dərsi keçməməyiniz, oturub deyib gülməyiniz.
Ümumiyyətlə mənim özüm də həqiqətən də hər qrup bitəndə adamlar həqiqətən də eləmişik. Normal olaraq okey, hekayə falan bitmir. Dərs hekayəsi bitir burada. Dərs saatlarımız bitir. Amma hə, normal olaraq mənim hər qrupda ayrılanda mən özüm də yapıb soruram ki, okey, bu yoldaşlarla biri var, o dərsdə görüşürük, 2 dəfə görüşürsüz. Çünki öz dostlarımızla həftədə nə yapacağıq? Ayda bir dəfə görüşmürük. Yəni aylar çəkir hansı dostlarımızla belə görüşmək. Ona görə yəni bizim özümüz də yapıb oluruq. Hətta mən ümumiyyətlə ən sevindirici yəni dərs qrup götürəndən sonra ən sevindirici hallardan yəni birincisi demək olar ki, bu halda siz dediniz. Bir də sizdən qabaq bir iki nəfər demişdi o birisi qruplarda. Bəs orada qarşımış bir yoldaş var. Dedi ki, mənim həyatımda yeganə toksit olmayan şey bu qrupdur falan. O söz konkret o qədər ləzzət eləmişdi. Hər şey yadımda qaldı. Yəni desələr ki, məsəl üçün deyirəm, təlimdə də yəni ən qazandığın şey yadda qalansız birinci o sözü çəkərəm ki, adam deyir həyatımda ən toksit olmayan yeganə yer buradır və qaçaq gəlirdi. O boyda işə rəğmən, o boyda problemlərə rəğmən mənim özümə də yəni çox xoşdur. Çox sağ olun. Bir də mən bir şey deyim. Buranı əslində dediyim zaman ağlıma gəldi ki, nə üçün buranı daha çox sevmişəm? Yəni insanların həyatında insanların həyatında belə şeylər olur da. Yəni hər insanlar zaten mükəmməl olmağa çalışır. İstəyir müdirin yanında olsun, ya iş yoldaşının yanında olsun. Digər öz dostunun yanında belə bəzən mükəmməl olmağa çalışırsan. Doğru. Amma burada o qədər zarafatlı bir mühit oldu, o qədər əyləncəli bir mühit oldu ki, bəli, insan özü kimi olmağa çalışır. Sizin acı özünüz belə, yəni bu investisiya az da işləyirsiniz. Orada head of marketingdə səhv bilmirəmsə, bəzi insanlar olur, vəzifədə oldusa belə, yəni olduğu üçün biraz eqolu olur və necə deyim, biz də orada olduğumuz zaman özümüzün mükəmməl olduğumuz hal kimi görünməyə çalışırıq. Amma burada elə bir mühit olmur. Biz burada özümüz kimi oluruq. Ona görə buranın açıqlamam özüm də həqiqətən də işdə biraz fərqli ola bilsin. Okey, yenə orada deyib gülürük, zarafat edirik. İstər head of ol, istər nəsə rəhbər ol falan filan olur. Ümumiyyətlə bizdə o söhbət olmur. Mənim özümdən zəhləm gedən şeydir. Hətta orada kimsə özün bizə yəni nəsə belə çekim aparanda belə, yəni demək olar ki, yəni yola getmirik də. Nəinki orada həyatda. Yeganə yer ki, eynən. Bir evdə həqiqətən adam özü kimi ola bilir. Bir də normalda iki yerdə çox olur da. Ya evdə, ya da ki uşaqlıq dostları olur. Hansı ki özünü seçməmisən, uşaqlıqdan dostun. Ondan yanında özün kimi olursan. Çünki adama deyirlər ki, yəni valizdən çıxılırsan, sən tanıyırsan uşaq vaxtından. Qalan hər yerdə adam özü kimi ola bilmir. Amma hə, kurs vaxtı qruplardır ki, bu qruplarımızdır ki, adam həqiqətən də mən özüm kimi rahat zarafat edirəm, deyirik, gülürük, nəsə şişməyə ehtiyac yoxdur. Yeri gələndə qeybət edirik, yeri gələndə ki bizi gömürük də, yeri gələndə məsəl üçün deyirəm, nəsə səhv demişik, nəsə bir şey olub, deyib gülürük də. Çox rahat hiss edirik özümüzü. Çox sağ olun vurğularınıza görə. Möhtəşəm bir şey. Təşəkkür edirəm Nuray xanım. Minnətlər.